Deməli, şəxsə və kəmiyyətə görə dəyişmə məsələsi feildə var. Feilin şəxsə və kəmiyyətə görə dəyişməsi məsələsi var. Feil şəxsə və kəmiyyətə görə dəyişmək nə deməkdir? Yəni şəxs anlayışı bildirmək, kəmiyyət anlayışı bildirmək, zaman anlayışı bildirmək budur. Feilin şəxsi və kəmiyyətə görə dəyişməsi və zamana görə dəyişməsi deməli olur feilin şəkilləri. Feilin əmr, arzu, vacib, lazım, şərt və xəbər. Deməli, bu şəkilləri olur feilin şəxsi və kəmiyyətə görə dəyişən forması. Deməli, məstər, feili, şərt, feili, bağlama. Bunlar da olur şəxsi və kəmiyyətə görə dəyişməyən forması. Dəyişmirlər bunlar. Qısaca. İndi nədir? Bunlar haqqında belə ümumi bir anlayış üçün məlumat verəcəm. Bu feillə bağlı əsas məqamları mən çəkmişdim, video kimi göndərmişdim. İndi onu da göndərərəm, sonra istəsən baxarsan. Deməli ki, əmr şəklində feilin birinci şəkillərin ümumi şəkilçiləri falandır. Əmr şəklinin ümumi şəkilçisi yoxdur. Ümumiyyətlə şəkillərin bir quruluş xüsusiyyəti var. Feilin kökü və ya başlanğıc forması. Başlanğıc formanda başlanğıc forması. Gəlsin, şəkillərin şəkilçiləri gəlsin, şəxs. Aha. İndi bir yazaq. Feilin əmr şəklini, məsələn, bir dənə feili götürək. Yaz feil. Bu hər birini ayrı-ayrı işlədəcəm. Birincisi, yaz feilində dedik, əmr şəklində işlədərəmsə, əmr şəklinin xüsusi bir şəkilçisi yoxdur. Deməli, burada heç nə olmayacaq. Üstəgəl şəxs şəkilçisi, məsələn, birinci şəxsin təkini işlədəkdə hamısını yazım. Nə olur? Əmr şəklində. İndi, aha. Deməli, əmr şəkli belə getdi. Sonra gəldim xəbər şəklinə. Xəbər şəklində xüsusi bir şəkilçisi yoxdur onda. Zaman şəkilçiləridir. Bu bildiyimiz indiki zaman, üstü 4. Gələcək zaman, qeyri-qəti gələcək zaman, qəti gələcək zaman, acaq-əcək. Keçmiş zaman, nəqli keçmiş zaman, mötərizə içərisində. Şuuri keçmiş zaman, üstü 4. Yəni, bunlardır onun şəkilçisi. Nə edirəm? Yaz sözünün üzərinə artıracam. Məsələn, deyirəm, indiki zamanı artırıram. Şəkilçinin şəkilçisi çünki o. Deyəcək, şəxs şəkilçisi İndi olur, olur da. Məsələn, olur, yazıram. Yazırdım. Bu şəkildə. Sonra, indi gəlirəm şərt şəklinə. Şərt şəklinin xüsusi şəkilçisi saysədir. Sa üstə gəlinsin. Mı. Yazsam, yazsan, yazsa. Olur nə? Şərt şəkli. Sonra lazım şəkli. A səsidir. Dəgə yığ bitişdiriciyi olur. Çünki bu saytla bir də baxı. Burada saytla başlayır. Ona görə yığ bitişdiricisi. Yazasıyam. Bu da olur nə? Sonra vacib, malı. Dəgə yam. Yazmalıyam. Sonra bir də hansı şəkli vardı? Arzu. Arzu da A-dır. A-ədir yəni. Yazam. Yazam. Belə. Yəni bu şəkilləri bu qədər. İndi burada bir dəqiqə. Yəni nəyə qarşıdıra bilərsiniz bu feilin şəkillərində? Bunu izah eləmişəm o birində. Sadəcə yeni indi toxunum ümumi. Arzu şəklinin əmr şəklində birinci şəxsin, bəzi şəkilçilər var ki, ortaqda birinci şəxsin təkində, daha doğrusu cəmində yazaq formasındadır hər ikisində. Bu necə biləcəm ki, hansında deməli birində quruluş bu şəkildədir. Yaz sözün kökü, bütöv qrammatik şəkil çəkimidir.
Birində də yaz sözün köküdür. A1 qrammatik, Q1 qrammatik formadadır. Bu şəkildədir. Yəni iki forması var bu şəkildə bu sözün. İndi mən burada hansını biləcəm ki, nədir? Əvvəlində kaş sözü varsa, arzu ədatları var, kaşdır. İndi arzu ədatları işlənsə, məsələn biz kaş yazaq. Onda biləcəm ki, deməli arzu şəklindədir. Yəni birinci quruluşa uyğun, yuxarıdakı quruluşa uyğundur. A ayrı şəkilçisi, Q ayrı şəxs şəkilçisidir. Əgər kaş sözü olmasa, arzu ədatları olmasa, onda biləcəm ki, deməli yaz sözünün köküdür, əqdəki şəxs şəkilçisidir. Feilin təsdiqlənməyən formaları, yəni şəxsə, kəmiyyətə və zamana görə dəyişməyən formalar var. Nə deməkdir bu şəxsə, kəmiyyətə və zamana görə dəyişməmək? Zamana görə dəyişmək xəbər şəklində var idi. Ümumiyyətlə, bunlarda zamana görə dəyişmirlər. Gələcək zaman anlayışı olur. Bir dənə xəbər şəkli zamana görə dəyişir. Şəxsə görə hamısı dəyişə bilirlər, kəmiyyətə görə də dəyişə bilirlər. Bir dənə şəxsi və kəmiyyətə və zamana görə dəyişməyən məsdər feil sifət feili bağlamadır. Məsdər feil sifət feili bağlamanın məzmununda nisbətən zaman anlayışı olur, amma zamana görə dəyişmirlər, şəxsi və kəmiyyətə görə dəyişmirlər. Məsdərin şəkilçisi maqmək şəkilçisidir, maq 2, sonra feil sifətin şəkilçisi mış, üstü mənsubiyyət, sonra başqa nə var? Mışdır, an, hamısı üstü 2-dən, acaq, asıq, malı. Bu şəkilçilərdən bəziləri feilin şəkilçiləri ilə, daha doğrusu şəkillərinin şəkilçiləri ilə ortaqdır. Bu necə biləcəm? Bir də məsələn acaq şəkilçisi həm zamanda var, həm nə idi? Axsəsi həm lazım şəkildir, malı məli həm vacib şəkildir. Mənasına baxırsan. Məsələn mən yazmalıyam deyirəm də, düzdür? Vacib şəklinin məzmunu var orada. Amma məsələn yazılmalı, məsələn deyirəm yazı. Burada artıq bilirəm ki, hansı yazı yazılmalı yazı, deməli feil sifətdir. Xəbərdə işlənəndə çox vaxt və xəbərdə işlənməsinə baxırsınız, sual verilməsinə baxırsınız, bir də mənasına baxırsınız. Məsələn, axsəsidə lazımlıq məzmunu var. Bir yazılası məsələ deyirəmsə, yazılası iş deyirəmsə olur feil sifət. Çünki hansı məsələ yazılası. Amma deyirəm ki, bu məsələ yazılasıdır, artıq bu lazım şəkil olur. Feili bağlama şəkilçiləri var. Feili bağlama şəkilçiləri ıb, sonra araq, aə, madam aə deyəndə, yəni yaza-yaza, oxuya-oxuya o mənada aə, yoxsa o bir mənada yox. Sonra madan, sıqca, sıqda, arkən,ınca, ar, maz, məsələn yazar yazmaz, durar durmaz, mamış və s. kimi şəkilçiləri var. Feili bağlama da rahatdır. Deməli, məsdər həm ismin, həm feilin xüsusiyyətlərini daşıyır. Feil sifət həm sifətin, həm feilin xüsusiyyətlərini daşıyır. Feili bağlama həm zərfin, həm feilin xüsusiyyətlərini daşıyır. Hər biri həm feilin, həm də aid olduğu digər nitq hissəsinin xüsusiyyətlərinə malikdir. Məsələn, feilin xüsusiyyətlərinə təsirli olmaq, təsirli, təsirsiz olmaq, sonra inkara görə dəyişmək, tərkib əmələ gətirmək, məsələn, bunlar daxildir. İsmin xüsusiyyətlərinə, məsələn, bu hara sualına cavab verə bilmir, məsələn, məsəl hara sualına cavab vermə xüsusiyyəti yoxdur. İndi bu qrammatikadan qayda kitabında yazılan şeyləri demək istəmirəm, çünki çoxlu bunların qayda kitabında var. O bəzi izah olan hissələri də demişəm deyə videoda çox neyləmək istəmirəm. Çox dərinliyinə getmək istəmirəm, çünki onsuz ki, bunları izah eləmişəm də, yəni o videonun içində. Deməli, bir dənə onun deyim ki, feili sifətlə feildən düzələn sifətin fərqi var. Onu inkarda işlədirəm. Əgər inkarda işlənirsə, deməli, inkarda işlənirsə, deməli, feili sifətdə, inkarda işlənmirsə, feildən düzələn sifətdir. Bir onu bilin. Bir də nəyi bilməyiniz lazımdır? Sadə feillər, deməli, haqqında sadə feillərin hamısı milli feillərdir. Sonra deyirəm ki, məlum növdədir hamısı əmr şəklindədir, hamısı ikinci şəxsin təkini bildirir. Şəkilçisizdən söhbət gedir, şəkilçisiz sadə feil, belə normal bildiyim feil. Başqa da ki, belə ümumi izah eləmişəm, o biri izahda ona baxa bilərsiniz. Orada daha yaxşı
izah eləmişəm. Başqa da ki, yəni əsas nəzəri hissələrdir. Məsələn, məsəl fe'l sifətlə fe'li bağlamayan olan hissələr nəzəridir ki, onları əzbərləməlisiniz, öyrənməlisiniz. Belə. Yəni əlavə nəsə olsa, ola verərsiniz.